Kanalımı izləyənlərə Allahın salamı olsun. Bu gün sizə çox bəyənəcəyiniz sup resepti təqdim edirəm. 300 qram yağlı qiymənin üzərinə 1 yumurtanın ağını, 2 xörək qaşığı yuyulmuş yumru düyü, damaq dadına görə ədviyyatlar, yarım xörək qaşığı qurudulmuş nanə və 1 ədəd kiçik ölçülü, çox xırda doğranmış soğan əlavə edib yaxşı qarışdırıram. Yumru toplar hazırladıktan sonra üzərinə 2 xörək qaşığı un əlavə edib hər tərəfini unlayıram. Sonra isə artıq ununu ələyirəm. 50 qram çörək yağında 1 ədəd xırda doğranmış soğanı qovurub, üzərinə doğranmış yerkökü və qırmızı biberi əlavə edib, yenidən 2-3 dəqiqə qovururam. Üzərinə kartofu və 2 xörək qaşığı sarı lobya əlavə edib qarışdırıram. Sarı lobyanı bişmiş noxudla əvəz etmək olar və üzərinə 1 litr qaynar su əlavə edib qaynamağa qoyuram. Qaynamağa başladıqda üzərinə yavaş-yavaş ətləri əlavə edirəm və damaq dadına görə duz, istiot. Yumurta sarısının üzərinə 2 xörək qaşığı xama, 2 diş sarımsaq və yeməyin suyundan bir qədər əlavə edib qarışdırıb, yeməyin üzərinə əlavə edirəm. Təxminən 2-3 dəqiqədə qaynayır və yemək hazır olur. Növbəti videolarda görüşənə kimi.